Değerli kardeşlerim, Allah-u Teala sonsuz həmd sənalar olsun. Rəbbim bizləri bu mübarək, gözəl bir günlərə çıxmağı nəsib etdi. Bugün həqiqətən də müsəlmanın ömründə iki müqəddəs bayramdan birini bugün qeyd edəcək. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ilk öncə namazını qıldı, ondan sonra qurbanını kəsdi. Bugün imanımızı gücləndirən, qəlblərimizi görüşdürən, şükrümüzü artıran qurban bayramıdır. Bugün qurban ibadətinin əda edildiyi, dua və qulluğun təqva və təslimiyyətlə gücləndiyi gündür. Bizləri bu müstəsna günə qovuşduran uca Rəbbimizə sonsuz həmd sənalar olsun. Bayramları sülh, əmin-amanlıq və sevinç günləri elan edən əziz Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləmə salatu səlam olsun. Əziz qardaşlarım, uca Rəbbimiz xütbəmin əvvəlində oxuduğum Kövsər surəsinə belə buyurur. Ey Peyğəmbər, biz sənə Kövsəri verdik, ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də hədis şəriflərində belə buyurmaqdadır. Bugün ilk işimiz bayram namazı qılmaq, sonra isə qurban kəsməkdir. Kim belə edərsə, sünnəmizə uymuş olar. Yəni, buradan da anlaşıldığı üzrə bayram namazı qılınmadan öncə kəsilən qurbanlar qurban sayılmaz. Bütün ibadətlərimizdə olduğu kimi qurbanlarımız da ən əhəmiyyətli məqsədi Rəbbimizə qulluğumuzu, təzim və sevgimizi Allaha təqdim etməyimizdir. Təqva şuuru ilə Rəbbimizin razı olduğu bəndələri zümrəsinə yüksəlməkdir. İnşallah bu şuurla qurbanlarımızı kəsəcəyik və beləliklə Həzrəti İbrahimin sözünə sadiq olmasını, Həzrəti İsmailin Rəbbinə təslim olmasını özümüzə nümunə götürəcəyik. Qurban kəsmək mömin üçün gözəl bir ibadətdir. Bu ibadətin gözəlliyi ondan ibarətdir ki, ictimai birliyi və ünsiyyəti canlandırır, müsəlmanlar arasında sevgi və qardaşlıq əlaqələrini gücləndirir. Bayram təkcə insanın fərdi baxımından rahatlıq tapdığı bir zaman deyil, bu eyni zamanda cəmiyyətin müştərək sevincidir. Çünki bayram cəmiyyətdə qardaşlıq, məhəbbət və yardımlaşma duyğularını gücləndirir, küsülləri unudulduğu, qohum-əqraba, onlara, yəni sıla-i rəhmə davam etmək, qohum-əqrabadan əlaqələrimizi kəsdiyimiz varsa, onlara baş çəkmə adətinin canlandığı və həmçinin bizlərin bu günlərdə bir-birinə təbrik etməsi, təbrikləşməsi gözəl bir əməldir. Dəyərli din qardaşlarım, bayramlar sevinç günlərdir. Qonşularımızı, qohumlarımızı, xəstə, yaşlı və kimsəsizləri bu sevincə ortaq edək. Bu mübarək günlərdə də inciklik və küsüllüklərə son qoyaq. Bayramın huzurunu birlikdə yaşayaq. Və xüsusilə də xütbəmi tamamlayarkən sizləri bayram müddətində qurban kəsimində, ziyarətləşmədə, xüsusilə uzaq yola gedən qardaşlarımız üçün diqqətli olmağa dəvət edirik. Uca Rəbbimiz bizləri hər cür qəza və bəladan mühafizə etsin, yoluxucu xəstəliklərdən, müharibələrdən, sıxıntılardan və digər yerin, göyün afətlərindən bizi və müsəlman ümmətini qorusun. Ələ innə əhsənəl kələm və abləğən nizam kələmullahil məlikil azizil alləm kəmə qalə Allah təbarək və teala fil kələm və izə quriyəl Qur'an fəstəmiyyəu ləh və ansitu ləalləkum turham. Elhamdülillah, hamdən kəmilinə və salatu və selamu alə seyyidina Muhammedin və alə alihi və ashabi ecmain.